Mən bir həyatla, ölümlə üz-üzə qalan və mübarizə aparan bir sümük vərəmindən danışmışdım. Mənə çox yazdılar ki, Elnur müəllim, o sümük vərəminin aqibəti nə oldu? Əziz dostlar, Tubzonun, mən bunu hər yayımda qeyd edirəm. Bir baş bəlası Şaiq həkimi var. Şaiq həkim sümük vərəmini öz hiccəsinə, öz inadına qurban verib. Adamı göndərib 15 sayılı cəzaçəkmə müəssisəsinə, 15 sayılı türməyə göndərib. Mən buradan danışmışam, adamın ailə üzvləri zəng eləyib, anası zəng eləyib, ağlayıb, mənim oğluma imkan verməyin ölsün, mənim oğlumun vəziyyəti çox pisdir orada və Ədliyyə Nazirinə mən burada müraciət eləmişəm, Fərid Əhmədova. Sonra Ədliyyə Nazirinin bir möhtəşəm bir baş tibb idarəsinin müdürü var, Cəmil Kamilliyə. Buradan müraciət eləmişəm. Nəhayət gedirlər xəstəni, çağırırlar, sümük vərəmi dindirirlər. Görürlər ki, adamın durumu həqiqətən də çox acınacaqlı bir vəziyyətdədir. Penitensiar xidmətdə heç nə edə bilmir. Ədliyyə Nazirliyinin baş tibb idarəsinin bir yazılmamış qanunları var, öz kuralları var orada. Qarışa bilmirlər, müdaxilə edə bilmirlər. Heç nə edə bilmir penitensiar xidmət. Ədliyyə Nazirliyinin baş tibb idarəsinin işinə qarışa bilmir penitensiar xidmət. Türmə rəisləri müdaxilə edə bilmir. Və nəhayət həkimlər gediblər, müayinə eləyiblər. Həftənin 6-cı günü, keçən həftənin 6-cı günü adamı qaytarmalıdırlar Tubzona. Bugün mənə valideynləri zəng eləyir, ağlaya-ağlaya ki, Elnur müəllim, bizim oğlumuz 15 saylı cəza çəkmə müəssisəsində artıq ölür. Ölür artıq, hörmətli Ədliyyə Naziri. Hörmətli Ədliyyə Nazirliyinin baş tibb idarəsinin rəhbəri Cəmil Kamilli, sizə şad xəbər verirəm. Həmən sümük vərəm xəstəsi ölür. Niyə öldürürsünüz? Niyə göndərmədiniz onu geçsin Tubzonda müalicə alsın ixtisaslaşmış müalicə müəssisəsində? Vərəm müəssisəsində niyə müalicə almamalıdır? Niyə illah ki, Şaiq doktorun hiccəsi, inadı yerində qalmalıdır? Xəstə ölməlidir 15 sayılı cəza çəkmə müəssisəsində. Niyə ölməlidir? Niyə öldürürsünüz? Olmaz. Bir maşın yox idi onu. Spes o etap deyirlər ha. Qoyardınız maşına, təcili göndərərdiniz. Adam ağlayır, ata ağlayır, ana ağlayır, oğlumuz ölür. Mən buradan bir daha Azərbaycan dövlətinin hüquq mühafizə orqanlarına müraciət edirəm. Bax, həmən o sümük vərəmi Allah eləməmişkən, başına hər hansısa bir hadisə gələrsə, ölərsə, Şaiq doktor orada, Ədliyyə Nazirliyinin baş tibb idarəsi burada, Ədliyyə Naziri orada, biz də buradan xəbər verdik. Öldürməyin. İmkanınız varsa öldürməyin, göndərin, qoy cəmaatın balası geçsin, müalicə alsın, sağ salamat evinə geçsin.